belə bir hal oldu. Bir servisdə ustamız gəlib bura danışırlar, mən də eşitdim. Deyir ki, avtomobil gəlir, biraz sürücü aralaşan kimi oradakı usta deyir ki, şagirdlərinə tez qaldırıcıya sürətlər qutusunu sökün qoyun yerə. Bu nağıllar da o əfsanələrdir. Deyir, yoxu söktürüb qoyur yerə, sonra sürücü onu apara bilmir axı. Deyir, sürətlər qutusunda problem var. Bax, bu yalanlı şahid. Bu günləri, bax, mən ən böyük problemlərdən birini qaldıracağam, hər dəfə də danışacağam. Ümumiyyətlə, biz ustalar barəsində, digər alverçilər barəsində danışırıq, amma bu sürücülər barəsində danışmırıq. Sürücülərin ustalara yanaşmasından danışmırıq. Müştərilərin də yanaşmasından, bunu danışmalıyıq. Ən az danışılan bir odur. Biz bu günləri müştərilərdən zəhmət haqqımızı normal, yox, elə şey yoxdur. Biz bu günləri müştərilərindən zəhmət haqqımızı almağımıza əziyyət çəkirik 70%-dən. Qaldı ki, onu sökəsən, onu karpqazı sökəsən, qoyasan yerə, o da gələ yerə qoyasan. O vəbşə pul verməz heç vaxt. Yəni, bu fərziyyələrdir, şayiələrdir, vallahi. İnanmayın elə şey. Halal işlədiyimiz pulumuzu ala bilmirik, çoxsundan, böyük əksəriyyətindən. Yox, sök qoyub bura. Nağıldır o.